Deməli, Kia Rio 2012-ci il 1.4 motor, sadə motordur. Maşın hal-hazırda sürülür. Qaz verirsən ponlu, maşın getmir. Taxometrdəki bax belə sıfırda ilişib qalıb. Problem aradan qalxıb, ideal vəziyyətdə müştəriyə təhvil veriləcək. Gəldik çatdıq obyektə, maşını söndürürük. Yüksək qaz verəndə gördüyünüz kimi təzədən sıfırda qalır, hal-hazırda qaz götürmür. Bu problemin tək səbəbi diaqnostikada göstərdiyi kimi kolinvalın daçkidir. Orijinalı qoymaq lazımdır, firması işləmir. Orijinal daçkını əvəz eləmişik, hal-hazırda yerində işləyir, yerində bir dənə abrod verək, yoxlayaq. Problem aradan qalxdı, indi bir dənə də test sürüşü eləyib, yoxlayıb, təhvil verəcəyik. Test sürüşündəyik, reski qaz verəndə problem aradan qalxıb. Reski qaz verən kimi sırası düşürdü pirboya. Taxometr sıfırda qalırdı, maşın çəkmirdi, qaz itirdi. Diaqnostikanın da xətaları silmişik. Hazır vəziyyətdədir, xeyirli olsun. Mən həmişə dönə-dönə tapşırıram ki, daçk istifadə edəndə mütləq şəkildə orijinal qoymaq lazımdır. Qardaş bir ay deyil dəyişib. Üzərinə baxın bir dənə. Nə bir yazı var, nə bir logo var, heç bilinmir ki, nə firmadır. Deyiblər ki, orijinal yoxdur, amma keyfiyyətli maldır, zəmanətini veririk, narahat olmuyor, amma indi yaxın durmurlar. Bir ay deyil dəyişilib. 2 dənə də sanik qoyublar buna, qardaş. Niyə qoyublar bilmirəm. Amma biz mütləq şəkildə orijinal məhsuldan istifadə edirik. Orijinal məhsul indiyənə qədər bəlkə 100-lərlə dəyişmişik. Bir dənə vazvıratı, bir dənə geri dönüşü olmayıb, şükür Allaha. Ona görə hər kəsə tövsiyə edirəm ki, işi bir dəfə gördürmək lazımdır. Bu daçk kolinval elə bir şeydir ki, getdiyiniz yerdə ailə uşaqla qalırsınız yolda.